İndi başlayacağım. Niye? Gördüğün işinlə paylaşmaq vacibdir. Yəni əksəriyyət paylaşmır. Əslində mən də əvvəl paylaşmırdım. Çünki elə ustalar var, həqiqətən də yaxşı ustalardır. Onlardan birinin səhifəsinə baxmışım, məsələn, Anarda indi qapı darvazı Gəncədə işləyirsə, arası ki, həmin Anar usta. Bax, məsələn burada. Bunu göstərəcəm. Gündür, bax, buna gözü antipaslandır. Bura antipasdır, bura dəmirdir, bura antipas yoxdur. Bunun altı da antipaslanır. Bunu indi bu qapaq kimi bura vurulur da. Yəni qapaqlar belə hazırdır, üstündə antipaslanmayıb. Yəni bunu müştəri onsuz da bilmir. Yəni mən bunu antipas vursam da, vurmasam da onsuz bağlanır, qırağ şpaklovka ilə örtülür. Onun müştərinin heç xəbəri də yoxdur. Əksər ustalar onu eləyir, bəziləri eləmir. İndi sən məsələn o işi eləyirsən də, yəni sən öz nətər deyim, qanacağıva qalıb belə lord desək. Sən onu eləyirsən, amma sən onu vaqonların səsini bilməm, mənə eşidiləcək ya yox. Amma sən onu paylaşmırsansa, müştəri bilmir sənin əl işini, sənin zəhmətini. Sən o işivə görə də nətər deyim, necə ki dəyər verirsən, öz işə dəyər verdiyinə görə qiymət də əlbəttə ki nə gəldiyə işləməyəsən. Çünki sən zəhmət çəkirsən belə, baş keçsin iş görmürsən, ona görə də sən qiymətin başqalarına biraz fərqli olur. Paylaşmaqda məhz bunun üçün lazımdır ki, müştəri görsün sənin işindən, başqasının işindən fərqliliyi. Elə fərqliliklər var ki, o açıq aydın görsənmir, o yığıldığı momentdə bilinir. Məsələn, onun üstündən kraska vuranda, lak vuranda heç nə də bəlli olmur. Belə, çalışın işiniz haqqında danışın, paylaşın. Beləliklə, heç nə. Salam aleyküm.